Bir qadın izləyicimiz yazıb ki, yoldaşımla aramızdakı münasibət, intim münasibət çox yaxşıdır, ancaq emosional bağlılığımız yoxdur. Hə. Elə bir ki, bədən bir-birinə toxunanda istilik yaranır, amma qəlblər toxunanda bağlılıq yaranır. Qadın əslində ondan şikayət edir. İstilik var, amma bağlılıq yoxdur. Erik Fromm'un bir sözü var, sevgi hiss yox, bir-birini tanımaq və bir-birinin məsuliyyətlə bağlanmaq bacarığıdır. Yəni, intim əlaqə hiss yaradır, amma sevgi məsuliyyəti yaradır. Münasibət başlayıb, amma beyinə keçməyib. Bədəndə başlayıb, beyinə keçməyibdir. Yəni, emosional əlaqə hələ qurulmayıbdır. Bir-birini dinləmirlər, inamsızlıq var, ya da ki, tələblər uyğun deyil, zəif nöqtələr paylaşılmayıb. Yəni, ürək səviyyəsinə bağlılıq yaranmayıb. Bu halda yaxınlıq heç vaxt dərinləşmir. Yəni, təkliyə görə birlikdə olmaq, ehtiyaclara görə yaxınlaşmaq, anlıq xoşbəxtlik tapmaq, bu sevgi deyil. Yəni, bu sevgi deyil, funksional münasibətdir.